Eğer indi deyəcəyim suallardan en az biri seni düşündürürsə, deməli bu video tam da sənin üçündür. Hansı sahədə daha çox pul var? Hansı iş məni həqiqətən xoşbəxt edər? Hansı işlə daha rahatlıqla pul qazana bilərəm? İndiki işim olmasa nə edərəm? Bir insan olaraq həyatda missiyamız nədir? Bu videoda suallarını cevaplayacağım. Mən Diana, 19 yaşımdayım və artıq bu sualların heç biri məni narahat etmir. Niyə? Çünki potensiallarımı kəşf edərək sevdiyim işi tapmışam. Hal-hazırda əgər işin yoxdursa və ya sevmədiyin bir işlə məşğulsan və gəlirin səni qane etmirsə, bu o deməkdir ki, sən elə potensiallarının fərqində deyilsən və hardan başlayacağını bilmirsən. Amma narahat olma. Hər bir insanın minimum bir, maksimum isə sonsuz sayda potensialları var. Bunları kəşf etmək isə heç də çətin deyil. Sənə sadəcə bunun yollarını bilmək lazımdır, hansı ki mən öyrədəcəm. 1-2 il əvvəl mən də düşünürdüm ki, hansı işlə məşğul olacağam, hansı ixtisası seçməliyəm. Mən özüm sevdiyim işlə məşğul olmaq istəyirdim. 2024-cü ilin yay aylarından etibarən isə artıq başladım öz üzərimdə işləməyə. Qatıldığım ödənişli təlimlər və koçlarla öz üzərimdə işləməyimin nəticəsində həm maddiyyat mövzularını ətraflı şəkildə öyrəndim, həm də hal-hazırda 30'a yaxın potensialımı müəyyən etmişəm. Hazırda öyrəndiklərini öyrədən bir təlimçiyəm və işim məni çox sevindirir. Bəs potensiallarını kəşf etməyin faydaları nələrdir? Sizi düşündürən suallara bir dəfəlik cavab tapırsınız. Sevdiyiniz işlə dünyaya fayda verdiyiniz üçün qarşılığında gözəl şəkildə alırsınız. Üstəlik bu bizim sağlamlığımız üçün də çox önəmlidir. Çünki əgər bizdə olanı dünyaya vermiriksə, bu bizdə təşvişə və xəstəliklərə yol açır. Potensialımı açmaqla mən də təşviş səviyyəmi azaltmışam. Hazırda sevdiyim işlə məşğulam və əgər bir gün bu işim olmasa, nə edərəm deyə düşünüb narahat olmuram. Çünki başqa da nələr edə biləcəyimin fərqindəyəm. Potensiallarımı kəşf etdiyim üçün rahat və güvəndə yaşayıram. Hər bir insanın potensialları müxtəlifdir. Bəzi insanlarda bu yemək bişirmək, ev işləri görmək, hətta yaxşı şəkildə uşaqlara baxmaq ola bilər. Hansı ki bunları hər kəs bacarmır və ya sevərək etmir. Bəzi insanların isə yaxşı əl bacarıqları olur. Əl işləri hazırlamaq, toxuma qabiliyyəti və ya təmir işləri buna daxildir. Bəzi insanların da potensialı boğazında olur. Yəni, həmin insanların potensialı danışmaqdır. Məsələn, oxumaq, öyrətmək və ya natiqlik. Mənim potensiallarım isə öyrənmək, danışmaq, öyrətmək, məzmun yazmaq, əl işləri görmək, yemək bişirmək. Üstəgəl pul idarəsi və maddiyyat mövzularında öyrənməyə maraqlıyam. Bu yaxınlarda koçluğunda mənə uyğun olduğunu gördüm və bu sahədə də irəliləməyi düşünürəm. Düşün, əgər 19 yaşımda mən bu qədər potensiallarımın fərqindəyəmsə, sevdiyim işlə məşğul olaraq həyatımı güvəndə yaşayıramsa, sən daha çoxunu da bacara bilərsən. Yaxşı, bəs mən necə potensiallarımı kəşf edim? Hardan başlayım? Sevdiyim işi necə müəyyən edim deyirsənsə, bütün bu sualların cavabı potensiala gedən yol təlimində olacaq. Bu fürsət sənin üçündür. Hansı təlimdəki cəmi bir həftə ərzində sənin üçün lazım olan hər bir şeyi addım-addım izah eləyirəm. Potensiallarını kəşf etməyin və sevdiyin işi tapmağın bütün üsullarını təqdim edirəm. Bu yolu keçmiş biri olaraq sənə tam dəstək olmağa hazıram. Sən isə rəyə təlim yaz ki, bu fürsəti qaçırmayasan. Birbaşa mənə yazmaq üçün isə açıqlamaya bax. İnan, bu addım həyatını dəyişə bilər. Addım at ki, uğurların bol olsun.